Salam. Sözün fonetik xüsusiyyətlərinə 101-ci sualdan davam edək. 101-ci sualda deyir ki, fikirlərdən biri səhvdir. Atlas sözündə vurğu birinci hecadadır. Atlas sözündə vurğu xeyr, ikinci hecaya düşür. Elə səhv cavab budur. Əgər atlas xəritə toplusu şəklində olsa, bəli, o zaman vurğu birinci hecaya düşərdi. 102-ci sualda çiskinli və çayırıq sözünün səs tərkibi ilə bağlı ortaq fikir deyil. Çiskinli, çiskinli. Çayırıq sözündə isə bu şəkildə olur. L, R-ya keçir, Q-da X-ya. İndi ahəng qanunu gözlənilmişdi. Bəli, hər ikisində gözlənilib. Tələffüzündə yazılışından fərqli iki məqam var. Bəli, çiskinlidə K-C-ya, L-N-ya, çayırıq sözündə də L-R-ya, Q-da X-ya keçir. Vurğu son hecadadır. Bəli, hər ikisində vurğu sonuncu hecaya düşür. İki qarşılığı olmayan samit işlənib. Çiskinli sözündə N-N, çayırıq sözündə R-R, bu da ortaqdır. Kar samit cingiltili samitə çevrilmişdi. Çiskinli sözündə bəli var, K-C-ya çevrilir, amma çayırıq sözündə kar samitin cingiltili samitə çevrilməsi yoxdur. Deməli, E variantı olur cavabımız. 103-cü sualda deyir, hansı sözün fonetik xüsusiyyətinə aid izah yoxdur. Yazılışı, deyilişi arasında iki fərqli məqam var. Heyrətlə sözündə lalə nən kimi tələffüz olunur. Tərkibində Y cingiltili samitinin kar qarşılığı var. Y-nın qarşılığı x-diri. Bəli, ürəkdən sözündə x-dirik olur. Deməli, B-ni də çıxdım. Tərkibində kar samitlərin sayı cingiltili samitlərdən çoxdur. Deməli, kasadlıq sözündə olacaq. Gəlin tələffüzünü yazım. Kasadlıq şəklində. Deməli, burada bir dənə cingiltili vardı. Qalan 4 samitimiz kardır. Deməli, D variantı getdi. Tərkibində kar samitlərlə cingiltili samitlərin sayı bərabərdir. Sandıq sözündə baxın, n-dır, cingiltilidir, s-x kardır. Deməli, heç birinə uyğun olmayan A variantı oldu. 104-cü sualda verilənlər içərisində hansı sözün fonetik xüsusiyyətlərinə aid fikir yoxdur? Yazılışı ilə deyilişi arasında iki fərqli məqam var. Deməli, cəsarətlə sözündə, yəni lalə nən kimi tələffüz olunanda burada bir də uzanma olur, amma uzanma fərq yaratmır. Deməli, iki fərqli məqam oldu. Tərkibində Y cingiltili samitin kar qarşılığı var. Deməli, x-dirik ağbirçək sözündə olur. Deməli, E-ni də buna görə çıxdım. Tərkibində kar samitlərin sayı cingiltili samitlərdən çoxdur. Bir də deyir ki, tərkibində kar samitlərlə cingiltili samitlərin sayı bərabərdir. Baxın, kəmənd sözündə tələffüz forması kəmənd T şəklində olur. Belə olanda deməli bərabər olur. M-nı cingiltili olur, K-la T kar olur. Deməli 4-ə görə D variantını da çıxdım. Artıq təmas sözündə Q-X şəklində olur. Elə olanda T, X, bir daha T və X oldu 4 kar. R və M isə cingiltili. Karlar cingiltililərdən çoxdur. Bəli, karlar cingiltililərdən çoxdur. A variantı ora uyğun gedir. Deməli, yerdə qaldı B variantında. Axar, baxarlı, L-R olur da. Yəni, buna da uyğun heç bir bənd yoxdur. 105. Verilənlərdən hansı sözün fonetik təhlilini tam əhatə edir? Hansı sözün fonetik təhlilini tam əhatə edir? Yəni, hansı sözə aiddir? Yazılışı ilə deyilişi arasında 4 fərqli məqam var. Deməli, fədakarlıqla sözündə, gəlin yazın buradan. Fədakarlıqla. 4 fərqli məqam oldu, bəli oldu. Ona görə A-nı saxlayıram. Çəpərlənmək L-R olur, N-M olur, K-da x-dirikdir. 4 fərqli olmadı, 3 oldu. Ona görə B-ni çıxdım. Çətinliklə sözündə tələffüz formasında çətinliklə, bəli, gəlin bunu da yazım. Çətinliklə. 4 oldu, bunu da saxlayıram. Təmizkarlıq sözündə
Deməli 2 dənə olur. Ona görə D variantını çıxıram. Səbirsizliklə sözündə də bəli 4 dənə olur. L, D-ya keçir, Ç, X, ştiriyə, la-da nən kimi tələffüz olunur. Deməli A, E və C qaldı. Keçirim ikinciyə. Tərkibində Y cingiltili qarşılığının cingiltili samitinin çar qarşılığı var. Y-nın qarşılığı X-dir. Fədakarlıqla sözündə X-dir yoxdur. Ona görə A-nı çıxdım, amma səbirsizliklə sözündə var. Çar samitlə başlayıb, cingiltili samitlə bitir. Səbirsizliklə sözü də olur. Hər ikisi. Gəlin səbirsizliklə burada da yazım. Gözümüzün önündə olsun. Səbirsizliklə. Tərkibində 3 çar, 4 cingiltili samit var. Deməli, səbirsizliklə sözünü sayıram. Çarları 1, 2, 3. Bəli, çar var. Cingiltililərə baxıram. B 1, 2, 3, 4, 5, 6 oldu. Deməli, bunu çıxıram. Gəlin çətinliklə sözünə baxaq. Deməli, Ç, T, X-dirik, 3 çar, bəli, N, N, 4 dənə də cingiltili var. Ona görə doğru cavabımız elə olur. C variantı hər birinə uyğundur. 106-cı sualda verilənlər hansı sözün fonetik tərkibini tam əhatə etmir deyir. Gəlin baxaq. Deməli, körükləmək sözündə ahəng qanuna tabedir. Bəli, tabedir. Y cingiltili samitinin çar qarşılığı ilə bitir. Bəli, Y-nın qarşılığı X-dirikdir. Burada da Ç X-diriyə çevrilir. Bu da doğrudur. Qarşılığı olmayan samitlə olan samitlə başlayır deyir. Ç-nın qarşılığı var. Bəli, doğrudur. Vurğusu mehribanlıqla sözünün vurğusu ilə eyni hecəyə düşür. Mehribanlıqla sözündə vurğu 4-cü hecəyə düşür. Körükləmək sözündə də bəli 4-ə düşür. Bu da doğrudur. Yazılışı ilə deyilişi arasında 2 fərqli məqam var. Körükləmək sözündə Ç X-diriyə çevrilir, sondakı Ç da X-diriyə çevrilir. Bu da doğrudur. Deməli, tam şəkildə əhatə eləyir. Keçib B variantına tüstülənmək sözündə ahəng qanuna tabedir. Bəli, tabedir, doğrudur. Y-nın qarşılığı X-dirik, bəli, doğrudur. Qarşılığı olan samitlə başlayır, bəli, T-nın qarşılığı var, D, düzdür. Vurğusu mehribanlıqla sözün vurğusu ilə eyni hecəyə düşür. Bəli, deməli 4-cü hecadadır. Bu da doğrudur. Yazılışı ilə deyilişi arasında 2 fərqli məqam var. Tüstülənmək sözündə T D-ya çevrilir, N M-ya çevrilir, Ç X-diriyə çevrilir. Deməli 2 yox, məhz 3 fərqli məqam oldu. Deməli uyğun olmayan, tam əhatə eləməyən elə B variantı oldu. 107-ci sualda nöqtələrin yerinə uyğun gələn sözdür deyir. Deyilişi ilə yazılışı arasında 4 fərqli məqam var. Qarşılığı olmayan 5 samit səs var. Ahəng qanunun pozulması faktı var. Vurğu 5-dədir. Səsin sayı hərfin sayından artıqdır. Aha. Baxın, variantlardakı bütün sözlər lalə şəkilçisi ilə bitir. Lalə şəkilçisi zərf düzəldən şəkilçi vurğu qəbul eləmir. Vurğu qəbul eləmədiyi üçün hər birində vurğu məhz bura düşəcək. Deməli, bizə də deyir ki, 5-ci hecadadır. Fikir versək, sənətkarlıqla sözündə 4-cü hecadadır. Səmimiyyətlə sözündə də 4-cü hecadadır. Digərlərində hamısında 5-ə düşür. Deməli, A, B və D-ni saxladım. Deyir ki, deyilişi ahəng qanunun pozulması faktı da demək olar ki, bəli, hər birində var. Bu ikisinə baxdıq. Səsin sayı hərfin sayından artıqdır. Hər birisində la, lə, nan kimi, nən kimi tələffüz olunduğu üçün bəli, bunu da düz götürürük. Deməli, biz 1-ci və 2-ci bəndə baxacağıq, hansı uyğundur. Deyilişi ilə yazılışı arasında 4 fərqli məqam var. Uzaqgörənliklə sözündə q, x olur, l, n olur, ç, x-diri olur, l, n olur. Sona bir dənə də n artırıram. Artıq burada 4 yox, 5 fərqli məqam oldu. Ona görə A-nı da çıxıram. Qaldı B və D variantı. Deyir qarşılığı olmayan 5 samit səs var. Bir də 4 fərqli. Gəlin itaətkarlıqla sözünün tələffüzünü yazım. İtaət karlıqla. Baxın, bu şəkildə olur. N.
Xəyanətkarlıqla sözündə də yenə eyni şəkildə xəyaa uzanır. Nət, çar, rıxla şəklində olur. Aha. Hər ikisində 4 fərqli məqam var. Bəli, itaətkarlıqla sözündə var 4 fərqli, xəyanətkarlıqla sözündə də 4 fərqli məqam var və deməli bu da uyğundur. Mən bura baxıram. Deyir, itaətkarlıqla sözündə 5 qarşılığı olmayan samit var. R, 2 dənə var. N, 4 dənə oldu axı. Deməli bu da uyğun deyil. Xəyanətkarlıqla baxın. Deməli n, r, n. Bəli, 5 dənə qarşılığı olmayan samitimiz oldu. Deməli doğru cavabımız elə D variantı hamısına uyğundur. 108-ci sualda deyir ki, verilən fikirlər hansı sözlərin fonetik xüsusiyyətlərinə uyğundur? Yazılış ilə deyiliş arasında 3 fərqli məqam var. Deməli, vətəndaşlıq sözündə 3 fərqli məqam yoxdur. 2-ni çıxdım. Dördkünc sözündə də 3 dənə yoxdur. Çünki d, t olur, c-da ç olur. Yəni, ona görə 5 olan variantları da çıxdım. Qalan hamısında, bəli, söyüddük olur. Məqsədli sözündə də olur. 8 nəfərlikdə də. Gəlin, indi bunların tələffüz formasını yazım sizin üçün. Söyüd, düş şəklində olur. Deməli, söyüddük sözündə 3 fərqli məqam var. Tərkibində 3 kar samit var. S, t, x deyirik, düzdür. Ahənc qanunu pozulmamışdır, düz deyil. Tərkibində kar cingətiri samit cütlüyü var. Bəli, t-dır, kar cingətiri samit cütlüyüdür. Deməli, 1 uyğundur, elə 1-i götürürəm. Sonra məqsədli sözünə baxıram, tələffüz forması məqsəddir. Aha. Deməli, yazılışı deyilişi arasında 3 fərqli məqam var. Düzdür. Tərkibində 3 kar samit işlənmişdir. K, s, t düz deyir. Ahəng qanunu pozulmamışdır. Bəli, incə saitlərin ahəngi var. Tərkibində kar cingiltili samit cütlüyü var. Bəli, burada da t, d var. Elə cavabımız 1, 3, B variantı olacaq. 109-cu sualda səhv fikri müəyyən edin deyir. Sual və aid sözlərində samitlərlə saitlərin sayı bərabərdir. Bəli, sualda heç bir fərqlilik olmur. Ona görə 2 sait, 2 samit olur. Aid sözündə y artırılır. Ona görə bərabərdir. A variantı düzdür. Aşiq və hüquq sözlərinə saitlə başlayan şəkilçi artırdıqda tələffüzdə heç bir dəyişiklik olmur. Bəli, hüququn deyirik, aşiqin deyirik. Bu da doğrudur. Gözəlləşdirərək və şəhərlərarası sözlərində vurğu eyni hecəyə düşür. Deməli, şəhərlərarası sözündə və gözəlləşdirərik sözündə vurğu bura düşür. Deməli, 1, 2, 3, 4, 5-ci hecəyə düşür. Şəhərlərarası sözündə isə ən sona düşür. Şəhərlərarası 2, 4, 5, 6. Deməli, elə vurğu eyni hecəyə düşmür də. Cavab olur C variantı səhv cavab. 110-cu sualda deyir ki, səhv fikri müəyyən edin. Məntiq, natiq sözlərinə saitlə başlayan şəkilçi artırdıqda tələffüzdə heç bir dəyişmə baş vermir. Düz deyir, olduğu kimi qalır. Yaxşılaşdırarıq və əmtəşünaslıq sözlərində vurğu eyni hecəyə düşür. Ümumiyyətlə, yaxşılaşdırarıq sözündə şəxs sonluğu vurğu qəbul eləmədiyi üçün vurğu düşür bura. Əmtəşünaslıqda isə sona düşür. Baxaq görə eyni hecədadır. 1, 2, 3, 4, 5-ci hecəda buradadır. 1, 2, 3, 4, 5, 6-cı hecədə isə buradadır. Deməli, eyni hecəyə düşmür. B variantı səhvdir. 111-ci sualda hansı sözün fonetik xüsusiyyətinə aid izah yoxdur deyir. Kar samit cingiltili qarşılığı ilə yanaşı işlənib. Bu cürətli sözünə aiddir. Çünki l, d kimi tələffüz olunur. Deyilişi və yazılışı arasında 4 fərqli məqam var. Bu asanlıqla sözündə olacaq. Asanlıqla. Çünki l, n-ya çevrilir. 1.
Q x-ya çevrilir 2, L n-ya çevrilir 3 və sonra da bir n artırılır. 4 fərqli məqam oldu. Çar və cingiltili samitlərin sayı eynidir. Ehtişamla sözündə olacaq. Burada L, n olur. Axıra da sona da bir dənə n artırılır. Elə olanda h, t, ş, çar, m, n cingiltili olur. Yəni 3, 3 olur. Deməli, ev variantı da getdi. Tərkibində cingiltili samit işlənməyib. Şəfəq sözündə q, k kimi tələffüz olunur. Belə olduğu zaman cingiltili samit olmur. Hamısı çar olur. Deməli, heç birinə aid izah, yəni C variantına aid bir izah yoxdur. 111-də cavab olur C variantı. 112-ci sualda hansı sözdə sadalanan xüsusiyyətlərdən yalnız biri var? Gəlin variantla baxaq. Bütünlüklə sözündə deyir ki, səs artımı hadisəsinin olması. Bəli, səs artımı hadisəsi var. Ahəng qanunun pozulması, xeyr, ahəng qanunu pozulmayıb, hamısı incədir. Elə bizdə doğru cavab A variantı olur. Niyə? Çünki gördüyünüz kimi sadəcə bir dənəsinə aid oldu A variantında bütünlüklə sözünə. Ona görə elə cavab olur A variantı. 113-cü sualda bütün sözlərə aid ortaq fikirdir. Yəni sözlərin hamısı üçün ortaq olanı tapırıq. Ahəng qanunu gözlənilmişdi. Xeyr, billur sözündə gözlənilməyib. Vurğu son hecadadır. Zəngin son, ithaf son, billur və budaq. Bəli, hamısında son hecadadır. Elə B variantı hamısına aid ortaq fikir kimi götürmək olar. 114-cü sualda Eyler-Venn diaqramına əsasən sözlərin fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin deyir. Əmlak sözü elə olduğu kimi tələffüz olunacaq. Elə yazıram əmlak. Amma şimşək sözü tələffüz forması şimşək xışdiri olur. Yəni ki, xışdiri şəklində tələffüz olunur. Doğrunu istəyir bizdən. Yazılışı və deyilişi fərqlənir. Doğrunu istəyirsə, xeyr, əmlak sözündə yazılış, deyiliş fərqlənmir. Ona görə biri çıxdıq, bir olan variantları. Həm açıq, həm də qapalı saitlər işləmişdi. Əmlak sözündə qapalı sait yoxdur. Qapalılar I, U, Ü'dür. Ona görə 2-ni də çıxdım. 2 hecalıdır. Bəli, hər iki söz 2 hecalıdır. Ortağa yazıb düz götürürəm. 4-də deyir səs və hərf tərkibi fərqlənmir. Xeyr, səhvdir. Fərqlənir. Ç idi, oldu xışdiri. Deməli 4-də səhvdir. 5-də deyir tərkibində qarşılığı olan çar samitlər işlənmişdi. Bəli, qarşılığı olan ş-nın qarşılığı var j, xışdiriyin qarşılığı var y. Deməli 5 doğru cavabdır. Deməli doğru cavabımız olur 3 və 5. 115-ci sualda verilmiş fonetik xüsusiyyətlər hansı sözə aiddir? Aha, yəni burada verilib və hamısının bir sözə uyğunlaşması hansıdır, onu tapırıq. Deyilişində 2 fərqli məqam var. Ahəng qanunu gözlənilmişdi. Aha, gəlin görək hansının deyilişində 2 fərqli məqam var. Güvənmək sözündə, bəli, ola bilər. Güvənmək. Aha. Deyilişində 2 fərqli məqam var. N-ya çevrilir, ç-xışdiriyə. Deməli, bu uyğun olur. Ahəng qanunu gözlənilmişdi. Güvənmək sözündə yazılışına baxıram. Gözlənilib. Buna da uyğundur. Samitlərdən ikisinin çar qarşılığı yoxdur. M-nın, bəli, çar qarşılığı yoxdur. Bu da uyğundur. Bütün hecalar samitlə başlayır. Güvənmək. Bəli, hamısı samitlə başladı. Bu da doğrudur. Tələffüz zamanı eyni cinsli 2 samit yanaşı işlənmişdi. Bəli, tələffüzdə m yanaşı işlənib. Deməli, elə cavabımız A variantı olur. 116-cı sualda boş xanaya uyğun ifadəni müəyyən edin deyir. Gəlin variantla baxaq. Saitlərdən biri uzun tələffüz olunur. Təəccüb sözündə bəli, ə düşür. Biri uzun tələffüz olunur. Məhətlərdə də eyni şəkildə. Ədalət, tapşırıq sözündə heç bir uzanma yoxdur. Ona görə ortaq yaza bilmərəm bunu. Vurğu son hecaya düşür. Təəccüb, bəli, məhətdəl, ədalət, tapşırıq
Bəli, elə B variantı. Hər birində vurğu son hecaya düşür. Gəlin digərlərinə də baxaq. Saitləri həm açıq, həm qapalıdır. Deməli, ədalət sözündə qapalı saat yoxdur. Yazılışı, deyilişi fərqlənir, ədalət sözündə fərqlənmir. Son samiti kardır, məhdəl sözündə son samit cingiltilidir. Ona görə E variantında çıxanda elə qalır cavabımız B variantı. 117-ci sualda verilən fikirlər hansı sözün fonetik xüsusiyyətlərini əks etdirir? Aha, hansı sözə uyğundur, onu deyir. Gəlin heyrətlənmək sözündən başlayaq. Deməli, sözün tələffüz formasını yazıram. Heyrətlənmək. Aha. Deməli, yazılışı ilə tələffüzü arasında 3 fərqli məqam var. Deməli, l d-ya çevrilir, n m-ya çevrilir, ç-da x-diliyə çevrilir. Bəli, bu uyğun oldu. Ahəng qanuna tabedir. Bəli, bu da uyğundur. Sözdə qarşılığı olmayan 2 samit səs var. Qarşılığı olmayan h var, r var, m var. Qarşılığı olmayan 2 olmadı, çox oldu. Ona görə A variantını çıxıram. Sonra keçirik dərdləşmək sözünü. Onun tələffüz forması dərdləşmək şəklində olur. Yazılışı ilə tələffüzü arasında 3 fərqli məqam var deyir. D, t olur, l, d olur. Ç-da x-diri olur. Bəli, 3 fərqli məqamdır. Ahəng qanuna tabedir, tabedir. Sözdə qarşılığı olmayan 2 samit səs var. R və m var. Düz deyir. Vurğu son hecaya düşür. Bəli, vurğu sondadır. Samitlərdən 3-ü kardır deyir. T, ş və x-diri kardır. D, r, d, m 4-ü cingiltilidir. Elə hər birinin uyğun olduğu söz B variantı olur. 118-ci sualda dahi, məna, elan sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı ortaq fikirləri müəyyən edin. Dahi sözünün tələffüz formasını yazıram. Dahi uzanma var. Məna sözünü yazıram. Məna uzanma var. Elan sözünü yazıram. Elan uzanma var. Ortaq istəyir bizdən. Yazılışı ilə tələffüzü fərqlənmir. Bəli, uzanma yazılış tələffüz arasında fərq yaratmır. Ona görə biri götürdüm ortaq. Yalnız cingiltili samitlər işlənmişdi. Dahi sözündə h-kar samitdir. 2-ni çıxdım. Tərkibində qapalı sait var. Məna sözündə qapalı sait yoxdur. 3-ü çıxdım. Tərkibində vurğu son hecadadır. Bəli, vurğu uzanma olan saitdən sonraki hecaya düşür əsasən. Burada da hər birində son hecadadır. 4-ü götürdüm ortaq. Açıq sait uzun tələffüz olunur. A, ə, e hər biri açıqdır. Deməli 5 də düzdür. Ortaq olaraq 1, 4 və 5-i götürürük. A variantı. Hazırlıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri istəyir. Hazırlıq sözünün tələffüz forması bu şəkildə olacaq. Səhv fikri. Sözdə tələffüz zamanı qoşa samit yanaşı işlənir. R, bəli, düz fikirdir. Vurğusu çatışmazlıq sözünün vurğusu da eyni hecadadır. Hazırlıq sözündə vurğu 3-cü hecadadır. Çatışmazlıq sözündə 4-cü hecadadır. Deməli, eyni heca deyil, 2-ni götürdüm. Hecaların sayı müalicə sözünün hecaların sayı ilə eynidir. Müalicə sözündə 1, 2, 3, 4. Yəni, saitləri sayanda heca o qədər olur. Yəni 4 sait varsa 4 heca var. Hazırlıq sözündə isə 3 sait 3 heca var. Deməli eyni deyil. 3 də səhvdir. 3 samitinin qarşılığı yoxdur deyir. 3 samitin qarşılığı. Deməli h-nın qarşılığı yoxdur. R-nın. Bəli, 3 samitin qarşılığı yoxdur. 4 düzdür. Tələffüzündə bir fərqli məqam var. Xeyr, l-r-ya çevrilir, q-x-ya çevrilir. 2 fərqli məqam var. Deməli, 5-i də götürdük. Səhv olanlar 2, 3, 5, B variantı olur. 120-ci sualda asanlıqla və tezliklə sözlərin fonetik xüsusiyyətləri ilə bağlı ortaq cəhətləri. Deməli, asanlıqla sözü
asanlıqla. Bu şəkildə olur. Tezliklə sözü tezliklə. Aha. Bizdən ortağı istəyir. Saatlərdən biri uzun tələffüz olunur. Heç birində elə bir şey yoxdur. Tənəffüsü və yazılışı arasında 4 fərqli məqam var. Asanlıqla l-n-ya çevrilir. Bir q-x-ya, l-n-ya və sonra da bir n artırılır. 4-dür. Tezliklə sözündə l-d-ya, ç-x-ya, l-n-ya və sonra da bir n artırılır. 4-4-dür. Bəli, ortaq götürdüm. 2 çar samit işlənmişdi. Asanlıqla sözündə s və x, tezliklə sözündə t və x-dir. Bəli, deməli bu da ortaqdır. 4 cingiltili samit işlənmişdi. 4 cingiltili. Deməli z, d, n, n 4-dür. Asanlıqla n, 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 bəli 4-dür burada da. Cingiltili. Deməli elə 2, 3, 4 bizim ortaq cavabımız çıxır C variantı. 121-ci sualda stasionar sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri istəyir. Deməli, tələffüz forması bu şəkildə olacaq. Yəni, o aya çevrilir və y səsi əlavə olunur. Düzgün fikirləri istəyir bizdən. 3 cingiltili, 3 kar samit var. Baxaq, s, t, s, kar, y, n, r. Bəli, düzdür. Vurğu 3-cü hecəyə düşür. Vurğu bura düşür. O da 4-cü hecadır. Deməli, səhvdir. Saitlərin hamısı dodaqlanmayandır. Bəli, dodaqlanmayandır. Hamısı A, I, A. Deməli, bu da doğrudur. 4 hecalıdır. Saatlərin biri uzun tələffüz olunur. Xeyr, uzun tələffüz olunma yoxdur. Hərflərlə səslərin sayı fərqlidir. Bəli, y səsi əlavə olunur. Yəni, səs artımı olur. Deməli, doğru cavabımız 1, 3 və 5 olacaq. 122-ci sualda səslərin sayı hərflərin sayından az olan sözləri müəyyən edin. Yəni, səs az olsun. Səs az olmaq o deməkdir ki, səs düşümü hadisəsi olsun. Fərziyyə sözündə y düşür. Şüar sözündə yox. Vaxtsız sözündə t düşür. Üzürlü sözündə əksinə səs artır, ü səsi. Maaş sözündə səs düşümü olur, a düşür. 6 və 7-də sual sözündə də yoxdur. Deməli, doğru cavabımız 1, 3 və 5 olur. 123-cü sualda hərflərin sayı səslərin sayından az olsun. Deməli, hərf az olsun. Hərf az olmaq üçün gərək burada səs artımı olsun ki, səs çox olsun, hərf az. Səlahiyyətli sözündə səs artımı olmur. Bəxtsizdə səs düşümü olur. Ailə sözündə y artırılır. Deməli, 3-ü götürdüm. Dialekt sözündə y artırılır. 4-ü götürdüm. Teatr olduğu kimi qalır. Dairə sözündə y artırılır. 6-nı götürdüm. Duel olduğu kimi qalır. Deməli, 3, 4 və 6 olur doğru cavabımız. 124-cü sualda deyir ki, qalaqlamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Qalaqlanmaq sözünün tələffüz forması qalaqlamaq. Bu şəkildə olur. Samitlərdən yalnız biri fərqli tələffüz olunur. Xeyr, q-x-ya çevrilir hər iki yerdə. Deməli, 2 fərqli məqam var. Bir səhvdir. Eyni səslə başlayıb, eyni səslə bitir. Xeyr, 2 də səhvdir. Q-la başlayıb, x-la bitir. X samiti, q samitinin kar qarşılığıdır. Deməli, sözdə x var və q-nın qarşılığıdır. Bu düzdür. Qalın saatlərin ahəngi gözlənilmişdir. Bəli, hamısı A-dır. 5 cingiltili var. Baxıram 1, 2, 3, 4 cingiltili oldu. Deməli, 5 də səhvdir. Səhv cavabı istəyirsə 1, 2 və 5 olacaq.
125. Qabaqlaşmaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Qabaqlaşmaq, deməli tələffüz forması qabaqlaşmaq şəklində olur. Baxaq, səs və hərflər sayca bərabərdir, doğru deyir. 2 q samiti işlənmişdi, xeyr, bir dənə q var gördüyünüz kimi, digərləri x-ya çevrildi. Eyni səslə başlayıb, eyni səslə bitir, səhvdir. 4 hecalıdır, bəli 4 hecalıdır. Bir hərfi 3 səs şəklində tələffüz olunur. Xeyr, səhvdir bu da. Saatlərdən 4-ü də açıq, qalın, dodaqlanmayandı. Bəli, düzdür. Deməli, səhv cavabımız 2, 3 və 4 olur. 126-cı sualda inanmaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Tələffüz forması inanmaq şəklində olur. Yazılışı, deyilişi fərqlidir. Bəli, düz deyir. Cingiltili samitlə bitir. Xeyr, x kar samitdir. Həm açıq, həm qapalı sait var. Bəli, i və a. Qoşa m samitindən istifadə olunub. Tələffüzə baxıram. Bəli, qoşa m var. Düzdür. 2 cingiltili samitin kar qarşılığı yoxdur. Deməli, n-nın yoxdur. M və m. 3 samitin qarşılığı yoxdur. 5 də səhvdir. Səhv cavabı istəyirsə 2 və 5-i götürürük. Teatrşünaslıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikri. Teatrşünaslıq sözündə l, d olur, q da x şəklində tələffüz olunur. Hərf və səslər sayca bərabərdir. Bəli, nə səs artımı, nə səs düşümü olur. Deməli, 1 doğrudur. Sözdə 2 qapalı sait işlənmişdir. Ü və I qapalıdır, düz deyir. 5 hecalıdır. 1, 2, 3, 4, 5 hecalıdır. Bəli, düz deyir. X səsinin kar qarşılığı olan samitdə işlənmişdir. Xışdiriyin, daha doğrusu, xışdiriyin qarşılığı y-dır. Bu sözdə isə y samiti yoxdur. Ahəng qanunu pozulmamışdır. Xeyr, pozulubdur. E və A var. Deməli, 5 də səhvdir. Doğru cavabı istəyirsə 1, 2 və 3-ü götürürük. 128. Leytmotiv sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri. Deməli, leytmotiv sözündə leytmotiv şəklində olur. Yəni, o A kimi tələffüz olunur. Cingiltili samitlə başlanıb, cingiltili samitlə də bitir. Bəli, 1 düzdür. L ilə başlayıb, V ilə bitir. Deməli, 1-i götürdük. Daha sonra 2 ahəng qanununa tabe deyil. Leytmotiv sözü deməli, ahəng qanununa bəli tabe deyil, düz deyir. Çünki orada həm E, həm O var, I var. Həm dodaqlanan, həm də dodaqlanmayan sait vardır. Leytmotiv sözündə dodaqlanan sait yoxdur. Hamısı dodaqlanmayandır. Deməli, səhvdir. Yazılışı ilə deyilişi arasında fərq yoxdur. Səhvdir. Var, O, A-ya çevrilir. 3 hecalı sözdür. Bəli, 3 hecalı sözdür. Doğruları istəyirsə, deməli 1-i, 2-ni və 5-i götürdük. Cilovlamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri istəyir. Cilovlamaq sözünü tələffüz formasını yazım. Cilovlamaq. Düzgün fikri. Hərflərlə səslər sayca bərabər deyir. Səhvdir. Çünki səs düşümü, səs artımı olmayıb. Ona görə bərabərdir. Ahəng qanunu pozulmuşdur. Cilovlamaq sözündə bəli, i də var, o da var. Deməli, düz deyir. Cingiltili samitlə başlanıb, kar samitlə bitir. C cingiltili, x-la da bitir. Deməli, 3 də düzdür. F samitinin kar qarşılığı işlənməyib. F-nın qarşılığı v-dır, işlənib. Səhv deyir. Uzun tələffüz olunan sait yoxdur, düz deyir. Deməli, düzgün cavabları istəyirsə 2-ni, 3-ü və 5-i götürürəm. Həcmcə sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri. Tələffüz formasına həcmcə qapalı sait artırılır.
Düzgün. Yazılışı ilə deyilişi fərqlidir. Bəli, düz deyir. Ahəng qanuna tabedir. Bəli, incə saitlərin ahəngi var. 2 hecalıdır. Bəli, saitlərdən bir uzun tələffüz olunur. Xeyr, səhvdir. 1 çar, 3 cingiltili samit var. Deməli, çardır, 3 cingiltili, cımı, c, bəli, düz deyir. Saitlərin hamısı dodaqlanmayan və açıqdır. Xeyr, səhvdir. İ tələffüzə baxanda i orada qapalıdır. Deməli 5 də səhvdir. Bizdən düzgünləri istəyirsə 1, 2 və 4-cünü götürürük. 131-ci sualda sehirləmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Sehirləmək şəklində olur. Hərf və səslərin sayı bərabərdir. Xeyr, bərabər deyil. Deməli, qapalı sait artırılıb. L və M samitlərinin çar qarşılığı yoxdur. Ümumiyyətlə sözdə heç L samiti yoxdur. Deməli, səhvdir. X iştirik samiti işlənmişdir. Düz deyir. İncə saitlərin ahəngidir. Baxıram. Bəli, düzdür. 4 sait, 4 heca var. Deməli, sehirləmək sözündə 1, 2, 3 heca var. Amma sayı deyəndə mən tələffüzə baxıram. 1, 2, 3, 4 var. Deməli, səhvdir. Çünki 3 heca 4 sait oldu. Bizim doğru cavabımız, yəni səhvləri istəyirsə 1-i, 2-ni və 5-i götürürük. Zülmkar sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Zülmkar şəklində tələffüz olunur. Yazılışı deyilişi fərqlənmir, səhvdir, fərqlənir. Çünki səs artımı hadisəsi olur. 3 sait 2 heca vardı. Deməli, baxıram heca üçün yazılışa baxıram. Zülmkar. 2 sait var, 2 heca var. Amma sait səsi deyirsə, mən burada tələffüzə baxıram. 3 sait var. Deməli, 2-ni düz deyir. 3 hecalı sözdür. Xeyr, səhvdir. 2 hecalıdır. Çünki yazılışında 2 sait var. Ahəng qanuna tabe deyil. Zülmkar sözü bəli tabe deyil. Bir dodaqlanan 2 açıq sait var. Baxıram tələffüzə. Xeyr, 2 dənə dodaqlanan səs var. 2 ü var. Deməli 5 də səhvdir. Səhv cavabı istəyirsə 1, 3 və 5-i götürürük. İttifaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi. Deməli, ittifaq olur. Bu şəkildə tələffüz olunur. Ahəng qanuna tabe deyil, düz deyir. Yazılışı ilə deyilişi fərqlidir. Bəli, fərqlənir. Saatlərdən bir uzun tələffüz olunur. Uzanma yoxdur bu sözdə. D samiti T, Q samiti isə K samitinin cingiltili qarşılığıdır. Deməli, bu sözdə Q samiti yoxdur. Baxın tələffüzə. Yoxdur. Ona görə 4 də səhvdir. Yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Xeyr, 2 fərqli məqam var. T, D olur, Q da K şəklində olur. Bizdən səhv istəyirsə 3, 4 və 5-i götürürük. 134-cü sualda yaşayaraq sözünün tələffüz forması yaşayaraq şəklində olur. Hərf və səslərin sayı bərabərdir. Bəli, bərabərdir. Nə artım, nə səs düşümü olmayıb. Vurğu sözün 3-cü hecasındadır. Yaşayaraq, bəli, 3-cü hecasındadır. Bu da düzdür. Cingiltili samitlə başlayır, cingiltili samitlə bitir. Xeyr, çar samitlə bitir. 2 açıq, 2 qapalı sait var. Baxıram, 1 qapalı sait var. Deməli, digərləri açıqdır. 4 də səhvdir. Qarşılığı olmayan 2 samit işlənmişdir. Qarşılığı olmayan burada 1 r var, başqa da yoxdur. Deməli 5 də səhvdir. Səhvi istəyirsə 3, 4 və 5-i götürürük.
135-ci sualda ürək açan sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri. Deməli, ürək açan sözündə k, y kimi tələffüz olunur, çünki özündən sonra sait gəlir. Gəlin indi baxaq. Yazılışı ilə deyilişi fərqlidir. Bəli, fərqlidir. Saitlərin hamısı açıq dodaqlanmayandır. Deməli, ü qapalıdır, açıq deyil. Ona görə 2 səhvdir. Xışdiri samitinin cingiltili qarşılığı var. Xışdirin qarşılığı y-dır. Bəli, bu sözdə də y tələffüzündə var, düzdür. Samitlərdən 3-ü cingiltilidir. R, y və n cingiltilidir. Biri kardır, düz deyir. 3 qarşılığı olmayan samit vardır. R və n-dır, qarşılığı olmayan 2-dir. Deməli, 135-də onda cavabımız düzgün istəyirsə 1, 3 və 4 olacaq. 136-cı sualda peşəkarlıq istəyi birinci tərəf istəyir bizdən. Deməli, peşəkarlıq sözünün tələffüz forması peşəkarlıq, ğ olacaq. Niyə ğ olacaq? Çünki özündən sonra gələn söz saitlə başlayır. Ona görə q-dan sonra sait gəldiyi zaman ğ kimi tələffüz olunur. Səhvlər istəyir. Deyilişi, yazılışı fərqlidir, düz deyir. 2 r samiti var, düz deyir. C cingiltili samitdir. Xeyr, burada c yoxdur. Tələffüzünə baxıram, c yoxdur. X kar samitdir. X da yoxdur bu sözdə. Deməli, elə səhv cavabımız 3 və 4 olacaq. Tərpənmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri deyin. Deməli, tərpənmək sözü tərpənmək şəklində olacaq. Qarşılığı olmayan 3 samit işlənmişdir. Baxıram r, m, düz deyir. Kar samitlərdən birinin qarşılığı yoxdur. Kar samitlərdən birinin qarşılığı yoxdur. T-nın qarşılığı var, p-nın qarşılığı var, xışdirin də qarşılığı var. Deməli, səhvdir bu. Eyni samit yanaşı işlənmişdir. Bəli, m. Ğ samitin kar qarşılığı, ğ-nın qarşılığı x-dır. Burada isə x yoxdur. Səhvdir. Saitlərin hamısı incə və qapalıdır. Qapalı deyil, səhvdir. Deməli, düzgün istəyirsə 1-i və 3-ü götürürük. 138. Yaxınlaşdıqca sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Tələffüz forması yaxınlaşdıqca bu şəkildə olur. İndi kar qarşılığı olmayan n və l samitləri var. Deməli, bu sözdə l samiti yoxdur. Deməli, səhvdir. Bir uzanan sait var. Yaxınlaşdıqca sözündə uzanan sait səs yoxdur. Samitlərdən 3-ü kardır. X, x kardır. 5-i cingiltilidir. C, d, n, y. Bəli, düz deyir. 3 açıq var deyir. 3 a var. 2 dənə də i var. 2 qapalıdır, düz deyir. Sonra bir də deyir yazılışı ilə deyilişi ilə yazılışı fərqlənir. Bəli, fərqlənir. Deməli, səhv istəyirsə 1 və 2-ni götürürük. 139-cu sualda ürəklə sözünün tələffüz formasını yazaq. Ürəklə şəklində tələffüz olunur. Deyilişi, yazılışı fərqlənmir, xeyr, fərqlənir. Bütün samitlər cingiltilidir, xeyr, xışdiri, kardır. 3 cingiltili samitin kar qarşılığı yoxdur. R, n, bəli, bu üçünün qarşılığı yoxdur. Vurğusu ikinci hecadadır. Bəli, lalə vurğu qəbul eləmir. 4-də düzdür. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Xeyr, 3 var. Ç xışdiri olur, l, n olur. Sona da bir n artırılır. Deməli, 5-də səhvdir. Səhv cavabımız 1, 2 və 5 olur. 140-cı sualda korrektor sözünün fonetik xüsusiyyətləri. Deməli, burada o, a kimi tələffüz olunur sadəcə. Düzgün fikirlər istəyir. Ahəng qanuna tabe deyil. Yazılışa baxıram. Bəli, tabe deyil. 1 düzdür. Saitlərdən bir uzun tələffüz olunur. Xeyr, uzanma yoxdur. 3 hecalı sözdür. Bəli, qarşılığı olmayan 3 samit işlənmişdir. Deməli, r, 3 r var. 3-ünün də qarşılığı bəli yoxdur. Yəni 3 samitin qarşılığı yoxdur. 3 də düzdür.
Bir heyecanın tərkibində dodaqlanmayan qalın sait var. Deməli, bəli, bir heyecanın sadəcə ilk heyecan korrektor sözündə A olduğu üçün, o A-ya çevrildiyi üçün A da dodaqlanmayan qalın saitdir. Deməli, 4 də düzdür. Vurğusu son hecadadır. Korrektor sözündə vurğu xeyr, ikinci hecaya düşür. Deməli, 5 də səhvdir. Doğru cavab 1, 3 və 4 olacaq. Şapalaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Şapalaq sözündə şapalaq x olur söz sonunda. Yazılışı ilə deyilişi fərqlənir, düzdür. Saitlərin hamısı qalındır, dodaqlanmayandır, açıqdır, düz deyir. Hamısı qalın, dodaqlanmayan, açıqdır. Samitlərin ikisi cingiltilidir deyir. L cingiltilidir. Qalan 3-ü kardır, deməli 3 səhvdir. Ahəng qanunu pozulub, şapalaq sözündə pozulmayıb. Kar samitlə başlayır, bəli, ş ilə başlayır. Kar samitlə bitir, bəli, x ilə bitir. Deməli 5 də düzdür. Doğru cavabları istəyirsə 1, 2 və 5-i götürürük. 142-ci sualda həyəcanla sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün həyəcanla düzgün fikirlər istəyir. Deməli, sadəcə lalə nan kimi tələffüz olunur. Səslərin sayı hərflərin sayına bərabərdir. Xeyr, sona bir n səs artımı oldu. 2 qalın, açıq, deməli, baxıram. 2 qalın, A, açıq, bəli. 2 incə, Ə, açıq sait səs var, düz deyir. 4 samit səsin qarşılığı yoxdur. Deməli, h-nın, n-nın, üçünün və h-4-ünün qarşılığı yoxdur. 3 də düzdür. Ahəng qanunu gözlənilmişdir. Səhvdir. Həm qalın, həm incə sait var. Yazılışı, deyilişi fərqlənir. Bəli, düz deyir. Bizdən də düzgünləri istəyirsə 2, 3 və 5-i götürürük. Məhsuldarlıq sözünün fonetik xüsusiyyətləri. Deməli, məhsuldarlıq sözündə tələffüz forması məhsuldarlıq şəklində olacaq. Səhv fikirləri istəyir bizdən. Orfoqrafiyası ilə orfoepiyası eyni deyil, düzdür. Yəni, orfoqrafiya yazılış, orfoepiya tələffüz düz deyir. Yəni, eyni deyil. Qarşılığı olmayan 5 samit səs var. M, h, l, r, r. Oldu 5, bəli oldu, düz deyir. 6 cingiltili 2 kar var. Deməli, h, s və sonda x 3 kar samit oldu. 3 də səhvdir. Ahəng qanuna tabedir. Xeyr, tabe deyil. Ə var, incə, digərləri qalın. 4 səhvdir. 1 incə, uzun sait var. Məhsuldarlıq sözündə uzanan sait yoxdur. 5 də səhvdir. Cavabımız olur 3, 4 və 5. 144-cü sualda mehribanlıq sözü. Mehribanlıq sözündə yenə yazım rahat olsun. Sizin üçün mehribanlıq şəklində olur. Düzgün istəyir bizdən. Yazılışı tələffüzü fərqlənir, düzdür. Ahəng qanunu 2-ci hecada pozulub. Xeyr, ahəng qanunu 2-ci hecada pozulmayıb. Yəni, incə gəlir, 3 də pozulub, qalın gəlir. Deməli, 2 səhvdir. Qarşılığı olmayan bir kar samit səs var. Qarşılığı olmayan bir kar var. Bəli, h var burada, düz deyir. 3 düzdür. 5 cingiltili və 1 kar var. Deməli, karlar h-dır və x-dır. 2 kar var, səhvdir. Cingiltili samitlə başlayır, bəli. Kar samitlə bitir, bəli. X ilə bitir. Deməli, 5 də düzdür. Düzgün istəyir. 1, 3 və 5 olur. Prodüser sözündə düzgün fikir istəyir. Deməli, sadəcə o A-ya çevriləcək və vurğu da deməli, ikinci heyecanın üzərinə düşəcək. Yazılışı və deyiliş arasında bir fərqli məqam var. Bəli, doğrudur tamamilə. 2 dodaqlanan sait işləmişdir. Deməli, tələffüzə baxırıq. Burada dodaqlanan sait yəni bir dənə ü-dür. Çünki o A-ya çevrilib. 2 səhvdir. 2 kar, 3 cingiltili samit var. Deməli, p, s, 2 kar, r, d, r, 3 cingiltilidir, düzdür. 3 hecalıdır.
Prodüser sözü 3 hecalıdır. Vurğu ilk hecadadır. Xeyr, dediyim kimi vurğu 2-yə düşür. Qarşılığı olmayan 2 samit işlənmişdir. R və R, 2 R var. Deməli, bu da düzdür. Bizdən doğruları istəyirsə 1, 3 və 5-i götürürük. Potensial sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Deməli, tələffüz forması potensial şəklində olur. Səhv fikirləri. Yazılışı ilə deyilişi arasında 2 fərqli məqam var. O aya çevrilir və y artırılır. Deməli, düzdür. Səs düşümü müşahidə olunur. Xeyr, əksinə səs artımı müşahidə olunur. Saatlərdən biri dodaqlanandır. Xeyr, dodaqlanan saat yoxdur burada. 4 hecalıdır. Vurğu sonuncu hecadadır. Bəli, düz deyir. Bu da düzdür. Hər hecanın tərkibində kar samit var. Potensial. Son hecanın tərkibində kar samit yoxdur. Yəni, yal, y və l cingiltilidir. 5 də səhvdir. Bizdən səhv cavabı istəyir. 2, 3 və 5 səhv cavab olur. Demokratiya sözündə düzgün fikirlər istəyir. Deməli, sadəcə o, A kimi tələffüz olunur. Dodaqlanan saat səs işlənməmişdir. Bəli, işlənməyibdir. Çünki o var idi, o da A-ya çevrildi. Həm açıq, həm qapalı saat var. Bəli, i qapalıdır. A var, açıq, doğrudur. Sözün yazılışı ilə deyilişi fərqlənmir. Xeyr, fərqlənir. O, A kimi tələffüz olunur. 3-cü hecadakı A saiti uzun tələffüz olunur. Səhvdir. Vurğu sözün 3-cü hecasındadır. Demokratiya sözündə bəli, i-yə vurğu qəbul etmədiyi üçün vurğu 3-ə düşür. 5 də doğrudur. Doğru cavablar 1, 2 və 5-cidir. 148. Səbirlə sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirlər istəyir bizdən. Səbirlə sözü səbirlə şəklində tələffüz olunur. Səslərin sayı hərflərin sayından çoxdur. Səs çoxdur, bəli, çünki n artırılır sonda. Samit səslərin ikisinin kar qarşılığı yoxdur. R, n, üçünün yoxdur. Sait səslərdən heç biri uzanmır, düz deyir. Səs düşümü müşahidə olunur, səhvdir. Əksinə səs artımı müşahidə olunur. İncə saatlərin ahəngi var, doğrudur. Doğru 1, 3 və 5 doğrudur. 149-cu sualda bənövşə. Bənövşə sözü olduğu kimi qalır. Ona görə yenidən yazmıram. Doğruları istəyir. Yazılışı, deyilişi fərqlənmir. Doğrudur. 6 səs, 7 hərfdir, səhvdir. Heç bir fərq yoxdur. 1 kar, 3 cingiltili. Deməli, ş kardır. B, n, v 3 cingiltilidir. Doğrudur. Ə incədir. Dodaqlanmayandır, açıqdır. Ö incədir, dodaqlanandır, açıqdır, düz deyil. Vurğu sözün ilk hecasındadır. Xeyr, ilkdə deyil, 5 də səhvdir. Deməli, doğru 1, 3 və 4 olacaq. 150-ci sualda aqronom sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirlərdə aqronom sözündə o, A kimi tələffüz olunur. Vurğu da bura düşür. Düzgün istəyir bizdən. Yazılışı, deyilişi fərqlənmir. Səhvdir. 7 səs, 7 hərfdir. Saatlərdən ikisi dodaqlanmayan, açıq, qalın. Biri, deməli, ikisi dodaqlanmayandır. Bəli, 2 A var, 1 O var. Açıqdır, qalındır həmçinin. Biri dodaqlanan, açıq, qalındır. Deməli, 3 də düzdür. Samitlərin hamısı kar qarşılığı olmayan cingiltili samitlərdir. Xeyr, Q-nın qarşılığı var. 3 hecalı sözdür, 3 hecalı sözdür. Düzgün istəyirsə, deməli 2, biz 3-ə də düzgün qoymuşduq da 2, 3 və 5 olur.